Değerli izleyicilerim, hər vaxtınız xeyir. Səhər yeməyi üçün yumşaq çörək istəyirsinizsə hazırlayaq. 5 stəkan un, 1 çay qaşığı duz, 1 çay qaşığı maya, 2 çay qaşığı şəkər, ilıq süd və su, 1 yumurta tam və birinin ağını əlavə edib birazcık qarışdırın. Unumuzun tən ortasında. Qarışdırdıq, üstünü örtək qoyaq. 5 dəqiqə maya biraz islansın. 5 dəqiqədən sonra açaq. Ölçülərdə verilən qədər yağı əlavə edib xəmirimizi yoğuraq. Videonun altındaki açıqlamada resepti yazacağım. Oradan köçürərsiniz. O qədər yoğururuq ki, xəmirimizi dartanda elastik olsun və əsas kütlədən ayrılmasın. Gördüyünüz kimi baxın bu cürə. İndi mayalanması üçün qapağını örtək və yarım saat qoyaq qalsın, mayalansın. Əslində mayalanma evin içərisində olan havadan, istilikdən asılıdır və xəmiriniz 2 dəfə artdısa ölçüdə artıq kifayətdir. İndi götürüb xəmiri 4 yerə bölürük. Xəmiri qabdan çıxardandan sonra havasını buraxmaq üçün birazcık əzişdiririk. Sonra 4 gündəyə ayırdıq. İndi hər biriniz müxtəlif əlavələr eləyə bilərsiniz. Mən bugün pendir və pomidordan istifadə elədim. Quru meyvə və ya qoz, müxtəlif tumlar ola bilər. Gördüyünüz kimi əlimlə kündələri açıram. İstəsəz oxluqla da aça bilərsiniz. Baxın bu cürə, çox böyük olmasın. 4'ü bir tavaya yerləşsin, soba tavasına. Baxın bu cürə. İndi pendirləri üstündən düzürəm. Basın xəmirin içərisinə. Çünki üstə qalsa quruyarlar. Bişməli, ərməlidirlər xəmirdə. Və pomidorları da düzəcəyəm indi. Mən həmişə quruduram pomidoru. Daha sonra zeytun yağı, ədviyyatlar, yəni ki quru otlarla zənginləşdirərək soyuducuda saxlayıram və bu cürə çörəklərdə istifadə edərkən çox ləzzətli olur. Çörəyin içərisində qoymasanız da yanında yemək bu pomidoru çox ləzzət verir adama. Və bir yumurta sarımız qalmışdı. Onun üzərinə biraz süd əlavə edəcəyim. Daha sonra ikinci, baxın bu boş çörəklərin, yəni ki ora heç bir şey əlavə etmirəm. Yumurta sarısı çəkib üstündən küncüt səpəcəyəm və qoyacağım sobaya. Sobam 180 dərəcə əvvəlcədən qızdırılıb. Bir 5-7 dəqiqə qızsın sobanız. Sobaya göndərirsiniz, bir o qədər də bişirirsiniz. Yəni üstü tamamilə qızaracaq. İndi görəcəksiniz. Çox tez pişir bu çörəklər. 2-3 gün yumuşaq qala bilər. Qalsa əgər. Və bu cürə baxın cızıqlar atıram. Qoyuram bir 15 dəqiqə qalsın, yer mayası alsın. Yer mayası alandan sonra üzərinə yumurta sarısı və süd çəkirəm və küncüt səpirəm. Və salam. İndidən hazırlayanlara nuş olsun. Bəyəndinizsə like edin. Suallarınız varsa yazın. Təkrar edirəm. Videonun altında resepti yazılacaq. Evdə bişirdiyimiz çörəklər daha sərfəli və tutumlu olur. Hamınıza bol ruzu bərəkət arzulayıram. Şərqiyə xanımdan bugünlük bu qədər. Sağ olun, sağlıqla qalın. Gələn videolarda görüşmək üzrə. Xudahafiz, mənimlə sizlərim.